Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli dinləyicilər. Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Zöhrə Musayeva, rejissor pult arxasında Mina xanım Mamayeva. Dağıstan Respublika Təhlükəsizlik Şurasının növbəti müşavirəsi Respublika rəhbəri Ramazan Abdullatipovun sədrliyi altında keçib. Gündəliyə daxil edilmiş məsələlər arasında səhiyyə sahəsinin inkişafı və miqrasiya üzrə qanunçuluğa riayət məsələləri var idi. Xüsusi diqqət əsaslı təmizləmə işləri aparılmış Oktyabr İnqilabı adına kanala yönəldilmişdi. Çıxışlardan bəlli oldu ki, təmizlik işləri gedişində kanaldan 25.000 ton zibil çıxarılıb. Respublika rəhbəri bu əlaqədə mövcud vəziyyəti antisanitar terroru kimi dəyərləndirdi və təcili olaraq müvafiq strukturlara münasibətdə ölçü götürməyi tələb etdi. Abdullatipovun fikrincə başlıca su arteriyasında illərlə mövcud qeyri-qənaətbəxş sanitar epidemioloji vəziyyət sıravi hal deyil. Mahaçqalanı çoxdandan zibilliklərdən, qanunsuz inşaat obyektlərindən və sahibsiz itlərdən təmizləmək gərəkdir. Rospotrebnadzor rəhbərliyi müvafiq vəziyyətdə dönüş yaratmaq məqsədi ilə bir sıra tədbirlərə əl atıldığını vurğuladı. Müzakirələr gedişində Respublika rəhbəri Dağıstan hökumət sədrinin birinci müavini Anatoliy Karibova digər məsul xidmət sahələrinin rəhbərləri ilə birgə Mahaçqala, Kaspisk, İzbirbaşda və digər şəhərlərdə sanitar epidemioloji vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbirlər planı işləyib hazırlamaq barədə tapşırıq verdi. Tapşırığın icra müddəti 6 aya müəyyən edilib. Rusiya Federasiyası, Avropa İttifaqı və Ukrayna arasında Rusiya qazının Ukraynalı tələbatçılara yenidən qoyuluşu, qazın Avropa İttifaqı ölkələrinə daşıntısına zəmanətlərin təmini və Kiyevin qaz borclarının hissələrlə ödənişi üzrə razılıq əldə edilib. Bu əlaqədə Rusiya yaxın günlərdə qaz qoyuluşu üzrə Ukraynadan 1,451 milyard dolların daxil olacağını gözləyir. 2 gün gedişində aparılmış danışıqlar sayəsində 4,6 milyard dollar məbləğli sənədlər imzalanıb. Dağıstan rəhbəri və hökumətinin mətbuat xidmətinin məlumatına əsasən Dağıstan Respublikasının rəhbəri Ramazan Abdullatipovun 2014-cü il 30 oktyabr tarixli fərmanı çərçivəsində Respublikanın Milli Siyasət Naziri vəzifəsinə Tatyana Gamaley təyin edilib. Müvafiq vəzifədə onun sələfi Aleksey Həsənov cari ilin avqust ayında Respublika rəhbəri və hökuməti müdiriyyət sədrinin müavini vəzifəsinə təyin edilmişdi. Xatırladırıq ki, Tatyana Vladimirovna Gamaley 2013-cü ildən Mahaçqala şəhər müdiriyyət rəhbərinin müavini vəzifəsində çalışırdı. Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən müvafiq nazirliyin humanitar yardım yüklənmiş maşın karvanı Rusiya-Ukrayna sərhəddinə Rostov vilayətinin Donetsk şəhərinə çatıb. Yük maşınları bir-birinin ardınca sərhəd məntəqəsi ərazisinə keçir. Burada Rusiya sərhədçiləri yükləri nəzərdən keçirirlər. Məntəqədə yoxlama həm Rusiyalı sərhədçilərin, həm də Ukrayna sərhədçilərinin və gömrük xidməti əməkdaşlarının iştirakı ilə aparılır. Eləcə də nəzarət buraxılış məntəqəsində Avropa Təhlükəsizliyi və Əməkdaşlığı Təşkilatı missiyasının nümayəndələri də iş aparır. Onlar gömrük prosedurlarının təmininə nəzarət edirlər. Dağıstan və Azərbaycan Dahi İpək yolu layihəsi çərçivəsində hər iki tərəfə çıxışı olacaq etnomədəni marşrutları işləyib hazırlayır. Müvafiq məsələ Dağıstan Respublika Turizm üzrə Komitəsinin və Azərbaycan Respublika Mədəniyyət və Turizm Nazirliyinin işgüzar görüşündə diqqət mərkəzində durub. Azərbaycan Dahi İpək yolunda yerləşən qədim yaşayış məntəqələri Bakı, Şamaxı, Baskal, Lahıc, Qəbələ, Şəki və s. üzrə turist marşrutlarının inkişafında gözə çarpacaq təcrübəyə malikdir. Görüş gedişində müvafiq marşrutları Dağıstan ərazisindən Rusiya istiqamətində də inkişaf etdirmək zəruriliyi vurğulandı. Ehtimal ki, bu marşrutlara Xaçmaz, Nabran, Qusar daxil ediləcək. Marşrutun Dağıstan hissəsinə isə ehtimal ki, Dərbənd və Mahaçqala şəhərləri Kubaçi rayonu daxil olunacaq. Dağıstan Respublika Turizm üzrə Komitəsinin sədr müavini Müslümət Xəlimbəyevanın sözləri ilə yeni qeydlərlə korreksiya edilmiş marşrutun sxemini Azərbaycan tərəfi noyabr ayının 5-i, 6-sı Dağıstanın Turizm üzrə Komitəsinə göndərəcək. Müvafiq əsasda isə cari ilin sonuna dək pilot turlar müəyyən ediləcək. Siz
xəbərlər buraxılışını dinlədiniz. Verilişimiz davam edir.